Bu adətdir duz vurular yiyənə, vay o gündən duz özü yiyilənə. Hər bir xeyrin ümid yeri, pənah yeri, xəzinəsinin qapısı Allah Taala. Ramazanda Allah süfrə açır, hər öz tutumu qədər, zərfiyyəti qədər qəbul edir. Ancaq ən güclü o insandır ki, nəfsini islah eləyə bilsin. Müəyyən bir fasilədən sonra yenə də sizinləyik. Biliyin şəhri Nəbidir, qapısı Şah-ı Vəli. Deşik axtarma bu şəhrin belə dərvazası. Ramazana çatmaq istəyirsənsə, bərəkətli Rəcəb və Şaban ayı yaşamalısan. Yenə də maraqlı mövzularla qarşınızdayıq inşallah. Səninlə danışanda deyir, əşi, o qələt eləyir, o kimdir ki, filan ma çıxır, tamam başqa cür danışır. Sülh quşuna dönürsün ki, yox, ağzını deyir, yığışdırın bu sefer. Təklikdə məhəli söz demirdin alsan. Rəcəb ayı Allah Taala'nın ayı sayılır. Kəban ayı Resulullah sallallahu aleyhi və aleyhin ayı sayılır. Ramazan ayı da ümmətin ayı sayılır. Amma Əl-Əsam danışan kimi Peyğəmbərdən az danışırsınız. Valla Əl-Əsam o evin qapısıdır da. Çox doğrudan da şəxsiyyətin bərpasıdır bu 3 aylıq oruç tutmaq. İnsan görürsən haramlarla vuruşur və mümkündür ki, məsələn, haram eləmir. Amma bu bir adət şəklini alır, haram etməmək. Dinimizdə də ibadət var, adət yoxdur. Yəni adət ibadəti üstələməlidir. Yəni avtopilot olmamalıdır, mexanik olmalıdır. Bəli, hətta yazılışda da adət sözü ilə ibadət sözünün arasında bir dənə B fərqi var. O da bəndəsilikdir. O əsas o B-dir ki, o Bismillah'daki B falan. Bəndəsilik yəni. Və oruc zamanı orucluqda insan başlayır halallardan ictinab eləməyə. Orucu batil edən şeylərdən yalnız biri haramdır da, Allah, Peyğəmbər, imam adına yalan danışmaq. Yəni, belə vaxtlarda da haramdır. Amma digərləri demək olar ki, hamısı mübah işlərdir. İnsan başlayır mübah işlərlə vuruşmağa. Bu da bir dənə o, yenə deyirəm, o şəxsiyyətin bərpası məsələsi budur ki, insan nəfsinə yox deməyi bacarır. Yəni, məsələ o deyil ki, bir şey haram olsun. Haramlardan zaten qaçarlar. Amma bu haram bir qırağa halallara yox demək. Bəndəçilik də ibadət burada başlayır da. Hə, bəndəçilik burada artıq qəlb həssaslaşır. Allah deyib eləmə. Mübarək Ramazan ayı vacibdir, o heç. Bütün vacib işlər üçün həmişə bir dənə, mühüm işlər üçün bir dənə hazırlıq olur. Əgər istəyirsən ki, namazın keyfiyyətli olsun, gerək dəstəmazı o haldan alasan. Dəstəmazı almaq özü namaza nədir? Hazırlıqdır. Hədislərdə var, İmam Həsən əleyhissalam gəlir, diyanardı məscidin qırağında, izni duxul olardı filan ki, rəngi saralardı, ağarardı, deyərlər, ağa nə olub sənə, deyirsiniz, bilmirsiniz, mən necə məsuliyyətli bir iş üçün gedirəm. İşin o əhəmiyyətli olması, onu qabaqcadan hazırlaşmaqdan bilinir də. Bir əziz qonağın gələndə ev eşiyi də yığışdırırsan, məxsusi hazırlığı görürsən. Mübarək Ramazan ayı elə bir ki, Allah qonaqlığıdır. Allahdan oynası yoxdur axı. Allahın qonaqlığına ən azı yeri 2 ay qabaqcadan hazırlaşasan, ən azı 2 ay qabaqcadan hazırlaşasan və Ramazan ayındakı o halı tutmaq üçün. Necə bayaq ağa dedik, bir neçə gün hələ 10 günü hələ hələ ki öyrəşməmişik. Yerdə qalan 10 günü tezə öyrənirsən, o biri 10 günə də ki, bir bağlaca başlayırsan, əhya saxlayırsan, hal tutursan, hə, və salam. Amma bu 3 ayı eləyəndə orucu insanın ruhi həssas olur da, mütləq nəfsə gərək o etmə, qadağandır,
olmaz sözünü deyəsən ki, o həssaslaşsın ruhun. Necə ki, Həzrəti Yaqub 2 kilometrlikdən Həzrəti Yusufun özünü hiss eləmirdi. Amma 30 il həsrətdən sonra, o əziyyətdən sonra ruhu o qədər həssaslaşdı ki, 2000 kilometrdən hələ köynəyini hiss elədi. Məsələ budur. Ki, insan gərək nəfsinin üzərində elə diqqətlə işləsin ki, o halı tutsun. Etmə dedin, o Füzulinin o Etmə 40 hədisin şərhin yazıb rübai formasında deyir. Pəhləvan ol deyil ki, hər saat yıxa bir pəhləvanı qüvvət ilə. Pəhləvan oldurur ki, vaxtı qəzəb nəfsinə hökm edə ihanət ilə. Yəni, nəfsi təhqir elə ki, baş qaldıra bilməsin. Əsas öz nəfsinə güc gəlməyən bir insan zəifdir. Ancaq ən güclü o insandır ki, nəfsini islah eləyə bilsin. Bu 3 aylıq oruc da, Rəcəb, Şaban, Ramazan ayında olan oruc da insanın iradəsini gücləndirir. Nəfsə qalib gəlməyi o məşq eləyir və yerdə qalan aylar üçün bir peyvənddir. Peyvənd belə bir şeydir ki, hansı xəstəliyə qarşı peyvənd olursa, ondan çox cüzi az qədər də olsa, o peyvəndin tərkibində olur ki, bədəndə ona qarşı immunitet yaransın deyə peyvənd eləyirlər. Hər hansı xəstəliyə qarşıdırsa, o xəstəlikdən çox cüzi bir maddə olur onun tərkibində. Nəfsə də etmə demək, özdə mübahata ya, halallara deyirsən yox, halala yox deyirsən. Bu mühüm məsələdir və İslamın elə əsas qayələrindən biri də budur ki, məsələ haramla vuruşmaq deyil. Din gəlməyib ki, biz yaxşıdan pisi ayıraq. Yaxşıdan pisi ayırmaq bunun birinci mərhələsidir. Biz yaxşı ilə daha yaxşının fərqini bilməliyik və daha yaxşını etməliyik. Və orucda da görürsən, etap deyir. Bir dəstə 10 dənə batıl eləyən, orucu batıl eləyən şeylərdən qaçır. Daha üstün dəstə onlarla bərabər bütün haramlardan qaçır. Ondan daha üstün dəstə heç şərait yaratmır ki, o günahlar ona tərəf gəlsin. Elə bir zəmin yaradır ki, günah bəli, günah ona tərəf gələ bilmir. O həmən o branjileti giyinmək lazımdır ki, o 3 aylıq orucuna insan bir il bu formada qala bilsin. Mən birdən-birə ağa hələ danışdı ki, ruhlandım, birdən danışdım, üzrə hesab edirəm ki, yaxşıdır, sağ ol, Allah kömək olsun. Hacı, bu aləmdə qəribə hadisələr baş verir hər gün. Biz amma müşahidə edə bilmirik insan olaraq. Təbii ki, Allah dostları, övliyalar bəzən onları görə bilirlər, müşahidə edə bilirlər. O bizim görə bilmədiyimiz, amma bizə xəbər vasitəsilə çatan məsələlərdən biri də mələklərin bu aləmə gəlməsi və insanlara müraciət etməsi. Tuba liz-zakirin hədislərdə, rəvayətlərdə var ki, müraciət edərlər. Ey Allahı zikr edənlər, afərin sizə. Bu xüsusən Rəcəb ayına aiddir, səhv eləməsəm, rəvayətlərdə var ki, Rəcəb ayında mələklər gələrlər, xitab edərlər, afərin olsun sizə, ey Allahı zikr edənlər. İndi başqa hədislər də var təbii ki. Yəni bu Rəcəb ayında nələr baş verir, bu aləmlər ki var, təbii ki, mənim onu aləmi dərk edə bilmirəm, amma deyilənlərdən bu qənaətə gəlirik ki, böyük işlər baş verir. Bu ayda da o böyük işlər baş verir. Təşəkkür edirəm əziz ruhanilərimizə, gözəl mövzular toxundular. Bu ayın adlarından da biri Şəhrul Əsəbdir də, sizin mövzuya uyğun deyirəm, Şəhrul Əsəb. Əsəb sözü sadla, belə deyək də, bir rəhmətin leysan kimi yağması. Yəni, bir var yağış yağır, bir var çiskin, bir var yağır, bir var leysan deyək. Nasıl ki, o da deyir, leysan yağır. Allah deyir, hədisdə var ki, belə buyurur ki, Summiyə şəhru rəcəb şəhrullahil əsəbbə. Bu ayın adı da Şəhrul... Sonunda 2B. Bəli. Bu sözü mən baxdım, sonra baxdım, Həzrət Zəhra bu sözü istifadə edib başqa yerdə.
Gəldi Peyğəmbərin qəbrinin kənarında yandı, Həzrəti Zəhra. Yandı Peyğəmbərin qəbrinin kənarında, torpaqdan götürdü. Ondan sonra dedi ki, subbətə aleyyə məsaibu. Ləv ənəha subbətə aləl əyyəmi sirnə ləyaliyə. Mən dedim, üstə ki, rəhmət yağdı. Həzrət Fatimə deyir ki, Peyğəmbərdən sonra mənim müsibət yağdı. Hər tərəfdən müsibət bürüdü bizim evi. Əgər o müsibətlər gündüzə gəlsəydi, gündüz çevrilib gecə olardı. Ya da gündüzlərə, Bəli. hamısına, Əhsən. Əyyam çevrilərdi, gecə olardı. gecələrə. Yəni gecəni, gündüzü gecə eləyən müsibətlər. Şəyyəbətni surət Hud yadıma düşdü. Peyğəmbər deyir, Hud mənə qocaltdı deyə. Həzrət Fatimə dedi, mənə böyük müsibətlər gəldi. Mən keçirəm indi Rəcəbə. Bu söz orada da keçmişdi. Bir gün yazanda çıxdı qarşıma, düşündüm. Gördüm, mənə maraqlı bir kəlmə kimi gəldi zehnə. Xülasə siz deyirsiniz, bu qədər mələikə, yəni hədis budur ki, rəhmət o bu cürünə leysan kimi yağır. Hər tərəfdən. Seyid Ağa da toxundu ki, Axund da apardı mövzunu ki, bu hazırlıqdır. Hazırlıq ayıdır ki, Ramazanı gedək niyək, qəbul edək, o bərəkət. Bir mövzu açmışdı ustadlardan biri, çox maraqlı mövzu idi. Zərfiyyət, ruhun zərfiyyəti mövzusu. Deyir, Ramazanda Allah süfrə açır, hər öz tutumu qədər, zərfiyyəti qədər qəbul edir. Amma həmən zərfiyyət nə qədər böyük olsa, o qədər. İndi kimdə bir qabdır, o qədər. Kim böyük qabla gəlib, o qədər. Adam da var, heç nə, Ramazan ayında qabı çevirib bu tərəfə, oraya heç nə yaxşı, heç nə yağan. İnnə hadihil qulub əv'iyyə. Bəli, o da var. Qəlblər qablardır. Bəli. Ən yaxşısı, ən çox tutan. Ən yaxşısı, ən çox tanır. Bunu istəyirəm deyim ki, buyururdu ki, o zərfiyyəti hazırlayan Şabandan Rəcəbdir. Biz başlamalıyıq Rəcəbdən. Bir alim, Seyyid ibn Tavusun necə sözü idi? Deyirdi ki, ya indi baxmaq lazım, böyük ustadlardan birinin sözü. Deyirdi ki, siz Qədr günü gəlirsiniz nəsə istəməyə, mən bir il hazırlayıram, özümü hazırlayıram Qədr gecəsinə. Bir il özümü hazırlayıram, Qədr gecəsinə nəsə verəcəklər. Bu bir növ zərfiyyəti böyütməkdir də, yəni o qəlbi böyütməkdir ki, ələm nəşrah ləkə sadrak, qəlbi böyütmədiyimi. Və bunun üçün də Quranda ayələr də var. Bu mövzuları da işləmək olar əslində. Məsələn, lə-in şəkərtum lə-əzidənnəkum. Şükür eləsiniz, sizi böyüdərik. İnsan ruhunun böyüməyinin amillərindən biri şükran etmək, şükür eləməsi. Ruh təşəkkür elədikcə ruh böyüməyə başlayır. Çünki böyüyür, nemət də çox gəlməyə başlayır. Yəni, məsələn, Peyğəmbərin duası da Quranda ayədə Rabbi zidni ilmən, zidni, məni böyüt. Özdə Allahın əmri və qul, Rəbbi zidni ilmən, əmr eləyir ki, belə denən. Aysa, Rəbbim məni ilə... Adam böyüksə, belə deyək də, Allah Teala'nın fəzli, ya daiməl fədli aləl bəriyyə, daimül fədldir də, yəni daim verir. Bir an belə dayanmadan bu fəzl daimdir. Yəni, belə deyil ki, Allah saxlayıb xəzinəsində, bəndə dua eləyəndə ona biraz verir. Allah Teala aləmi bütöv fəzl eləyib, nemət eləyib. O, siz deyən o qab söhbəti var ha. Mən qabımı nə qədər böyüdəcəm ki, o fəzildən çox istifadə edirəm. Fəzil zaten var. Mən özümü nə qədər böyüdəcəm ki, o qapı açılsın. O leysan dediniz. Mən indi belə deyək də, bir vedrə götürə bilirəmsə, bir vedrə leysandan götürəcəm. Böyük bir, məsələn, bilmirəm nə, hovuz varsa, hovuz qədər götürəcəm də. O daim var zaten. Mən, o İslam fəlsəfəsində də var ki, belə deyil ki, Allah Teala bəzən verir, bəzən vermir. Həmişə verir, qabıma baxır. Kulli yevmin huve fişən. Hər yer nemətdir, lütfdir, fəzildir. Sadəcə alimlərdən biri, ariflərdən biri deyirdi ki, Rəcəb, Şəban, Ramazan ayında Allah Teala balıqçı kimi tor atır. Görüm kim iridi düşsün o tora, götürüm cəhənnəmdən çıxardım, zülmətdən çıxardım nura. Çox qəşəng ifadədir bu. Çox gözəlmiş. İndi gərək o qab böyütmək baxına adam özünü nə qədər böyüdə ki, o torda qalsın, o ələkdə qalsın. Ələnəndə o ələkdə qalsın. Necə rəhmətin həddi hüdudu yoxdur Allahın rəhmətinin və əgər onun həddi hüdudu yoxdursa, sən də qabı nə boyda istəsən böyüdə bilərsən. İntihasız. Bəli. Ki, ən böyük qab təbii ki,
Həzrəti Peyğəmbərin qabı idi da, Meyrac ona qismət olub. Amma onlar bizi üçün bir örnək olublar, bir ülqu olublar ki, onlar kimi yaşa, onlar kimi düşün, onlar kimi ümməti sev, müsəlmanları sev. Müsəlmanları səhv çıxarmayaq, qardaşını sev, onun düzəlməyini istə, həqiqətən istə. Ancaq bunu ilə insan qəlbinin qabını böyüdə bilər. Və bir də sual verirlər ki, bu Eyni Rəcəbi gün ki, var ki, qiyamət günü sual olunacaq. Sual verirlər ki, nə olub, Şabana nə olub ki, Şaban kimə neyniyib ki, yəni, niyə məhz Rəcəbi gün? Bunun cavabı sadədir. Bu 3 aydır da, başlanğıcı Rəcəb ayından başlayır. Vurğulayırlar ki, vaxtı itirmə də Rəcəbdən başla. Ya gözlə mən Şabandan başlayaram, 2 ay olacaq da, 3 ay elə. Mərhələ. Necə ki, o cismin həkimləri gün təyin edirlərdə, məsələn, 21 gün ərzində bu müalicəni, adətən 21 gün orada, bu müalicəni elə, bu effekti görəcəksən. Baxır, hansı xəstəliyin müalicəsi necədir? Bu ruhun həkimi Peyğəmbərdir. Təbii ki, Allahın verdiyi vəhiy ilə. O bizim ruhumuzu daha yaxşı tanıyır ki, ruhun tərbiyəsi hələ bu 3 ay ərzindədir. Rəcəbi ona görə vurğulayırlar ki, məhz hələ o vaxt itirməyəsən, həyifdir sən vaxtın. O 3 ay, buyur. Mən belə fikirləşirəm, siz indi danışa zehnimə gəldi. Quranda ayə var, vətul buyuta min əbvabiha, evidə qapıdan girin də. Rəcəb o, belə deyək də, o qapıdır. Nə mənada? Bir hədisdə var, bir hədisdə belə gəlib. Rəcəb əleyhissalamın ayıdır. Şaban Peyğəmbərin ayıdır, Ramazan Allahın ayıdır. Bir alim belə izah verirdi ki, imamətdən nübüvvətdən tohidə giriş edirsən də. Və bir maraqlı bir hadisə baş verir. Peyğəmbər zamanı Peyğəmbər məsciddə oturur, səhabələr də oradadır. Hamı girən gəlib Peyğəmbərə salam verir, sonra oradakılara salam verir. Bir nəfər sahabə girəndə birinci əleyhissalama salam verir. Sonra keçir Peyğəmbərə salam verir. İndi belə şeylər olur axı, biri keçir qabağa ki, sən birinci Peyğəmbərə salam verməliydin. Dayanıb orada Peyğəmbərə keçsən əleyhissalama sual versən. Deyir, yox, mən bir hədis var, onu əməl eləmək istədim. Dedi, nədir? Peyğəmbər buyurur ki, ənə Mədinətul elm və əliyyun babuha. Mən elmin şəhəriyəm, Əli qapısıdır. Mən də qapısından girmək istədim də. Orada ola bilsin, bəzi adamlar onlara söz eşitdirib, yəni nəsə də o da ola bilər də belə. İndi bəzi ümumiyyətlə, mən oradan çıxdım, ondan işim yoxdur. Ümumiyyətlə, bəzi insanların qısqancılığı da var əleyhissalam. Əleyhissalam danışan kimi Peyğəmbərdən az danışırsınız. Valla əleyhissalam da o evin qapısıdır da. Yəni, bunlar bir-birinə ayrı insanlar ona görə Rəcəb ayında da olub da, o birinci ayda da elə. Şəhrin belə darvazası var. Bəli. Şəhriyanın da beyti var bu ayəyə, sizin sözünə qüvvət yadıma düşdü. Məsələn, bir biliyin şəhri Nəbidir, qapısı Şah-ı Vəli. Deşik axtarma bu şəhrin belə dərvazası. Əlifba sözü deyir, bir hərflərə əlifba deyirsən də, hərfləri öyrənən. Niyə deyirsən əlifba? Neydən başlayır? Əlif deyir, sonra bədir. Məgər bu 28 hərf deyil, 2 hərfdir. İndi əlifbə deyirlər, əlifbə. Ki da ondan sonra da ilə maşallah gedir də. Amma ümumiyyətlə kitabın adı olur əlifbə. Bu 3 aylıq oruc da Rəcəbdən başlandığına görə hanı Rəcəb ayından başlayıb 3 ay oruç tutanlar Eyni Rəcəbi gün o mənada. Yoxsa ki, qurban olduğum Şaban ayı ilə Rəcəb ayında böyük hörmətimiz oldu, ögey münasibət bəsləmir. Bir növdə siz demişkən, mesajdır ki, Ramazan ayına başlayın artıq Rəcəbdən. Hazırlaşın, gəlin. Mən sizin sözlərinizdən bir beynimdə bir cədvəl kimi bir düzəltdim. Elə bil ki, Şabanın fəzilətlərindən məmnun olmaq istəyirsənsə, bəhrəmənd olmaq istəyirsənsə, Rəcəblə başla. Sağ ol. Ramazan ayından bəhrəmənd olmaq istəyirsən, Şabanla davam elə. Qədir gecələrindən bəhrəmənd olmaq istəyirsən, Ramazan ayında özünü hazırla. Sonunda da Fitr bayramında da Ki, İmam Səccad dilə məndən nə dilərsən. İmam Səccad əleyhissalam buyurdu, Ramazan ayının bayramı yeyib içmək bayramı deyil. Ramazan ayının bayramı Ramazan ayında yığdıqlarımın bayramıdır. Kim nə qədər yığır ona sevinir. Ki, mən nə qədər qazandım Qədir gecəsində.
Hətta o inşallah Qədir Gecəsi ilə əlaqədar olar yəqin ki, proqramımız, onda qeyd eləyərik, amma indi də qoy bir zehniyyət olsun. Buyururlar ki, bizim ümmətimizin, yəni son İslam ümmətinin fərdlərinin yaş ortalaması azdır da keçmiş ümmətlərə nisbətən. Yaşayırlar 150 il, 300 il, 1000 il, 2000 il, 2500 il ki, Quran-ı Kərimə əsasən ən azından bu dəqiqdir ki, 950 il Nuh Əleyhisselamın təbliğat dövrü var. 9 əsr yarım, yəni era qədər yaşayıb da. Bizdə nə qədərdir? 70, 100 məsələn. Deyir, o əslində bizim ümmətin yaşı o birilərdən çoxdur. Qədir Gecəsində. Hər Qədir Gecəsi 90, minimum 84 ildən çox. Özdə 84 il biraz günah, biraz savab yox. Mütəmadi savabdan çoxdur. Bəli. Əslində bütün ümmətlərdən daha uzun ömürlü sayılır. Betçə yekşəbi rəhəsət salim ilə. Rəhəsət salim ilə bəli. Bir də peyğəmbər tərcüməsini də desəz şurada. Yəni bir gecəli uşaq bir gecəyə 100 illik yol gedir. Bir də Peyğəmbərin özü də hətta duası idi Rəcəb ayında, yəni Rəcəbdən başlayırdı. Peyğəmbər deyirdi ki, Rəcəb ayı daxilində Allahumma barik lana fi Rəcəb və Şaban və bəlliğnə Ramadan. Yəni Şabanımızı, Rəcəbimizi bərəkətli elə, bizi çatdır Ramazana. Ramazana çatmaq istəyirsənsə, bərəkətli Rəcəb və Şaban ayı yaşamalısan. Elə Rasulullah sallallahu əleyhi və Şaban ayəsində deyir: "Du'itun fihi ilə ziyafətillah." Allahın qonaqlığına gedirsiniz. Allahın qonaqlığına bir Rəcəbdə, Şabanda geyin, ətirdən filan ki, qonaqlıq edirsən axı orada. Nə olacaq? Hazırlıqdır. Ətir də maraqlıdır ki, deyir, Rəcəbin ən mühüm əməli nədir? İstiğfardır da. Rəcəbin ən mühüm əməllərindən biri əstəğfirullah deməkdir. Tuəttəru bil istiğfar. İsmiyyə Cəfər ağa deyir, ətirlənin. Hər namazdan İstiğfar ətri ilə ətirlənmək lazımdır. Gəlmişkən hər namazdan sonra 70 dəfə əstəğfirullahə və ətubu iləyh. Rəbbi siz demək müstəhəbdir, onu deyir. 10.000 dəfə də İxlas surəsini demək lazımdır. Hətta deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin bir səhabəsi vəfat eləmişdir. Məaz idi, səhv eləmirəm, Məaz ibn Cəbəl. Rəhmətullahi aleyh. Rasulullah sallallahu aleyhi və sələm buyurdu ki, 70.000 mələk gəlib bu səhabənin dəfninə. Soruşdular, niyə? Buyurdu, çünki İxlas surəsini çox oxuyurdu. Daim zikri İxlas surəsini oxumalı. Kim idi? Məaz ibn Cəbəl idi, səhv eləmirəm. Ki, Rasulullah sallallahu aleyhi və səlləmin o sözü ilə bu Rəcəb ayında 10.000 dəfə ay boyu, cəmi 10.000 dəfə İxlas oxumaq. Öyle gəzə-gəzə, həyətdə, bacada, işdə, gücdə, elə zikrin olsun, İxlasda, daim bu İxlas surəsini deyəsən, çox faydası var. İnsanın şəxsiyyətin bərpası nöqtə-nəzərindən tövhidə aparır da, yəni yığış evi və evin ora. Tohid bir daha kündədə onu yayırsan, sonra yığırsan. Olur din. Din. Din, İslam dini, tohid bir daha kündədir, həmrin kündəsi. Onu yayırsan, olur din. Yəni, yayandan sonra indi istəyirsən hər işdə kəskinə, istəyirsən düşbərə elə ginə, özün bilərsən, hər şey oradadır. Amma onlar yığıb kündə olanda olur tohid. Deyəcəklər, axın tohid hər işdə dedim. Bir də mənası budur ki, o deyir sizə, məsələn, yayırsan. Mən demirəm, Allahım. Bir də mənası budur ki, yəni dinin hər yerində la ilahə illallah var da. Yəni, bəndəçilik, rububiyyət, ubudiyyət. Hələ Əlləməyə sual verdilər ki, deyir ki, bu seyri-suluk deyir, dinin harasındadır? Əlləmə cavab verir ki, dinin harasında yoxdur ki? Dinin harasında yoxdur ki? Bir ayağın nəfsin üstündə olsun, bir ayağın da hədəfdə. Bir də maraqlı məqam burada budur ki, ümumiyyətlə, dinimiz minimumdan başlayır, amma orada dayanmır. Yəni, baxın, minimum budur ki, insan günahlardan paklanır. Nicat anlayışı var dinimizdə. Nicat anlayışı, yəni mən oddan özümü xilas edeyim. Amma ondan sonra ikinci anlayış savab anlayışıdır. Cənnət, dünya, mükafatı və s. Bundan ötürü bir dənə anlayış var. Rüşdür, fəlahdır. İnsanın yuxarıya doğru ruhunun böyüməsi, ruhən böyüməyi. O fəlahı biraz izah eləyin, çünki onun izahında çox böyük lütflər var. İstəyirsiniz buyurun, mən fəlah, yəni qısa deyim, verim Mücəffər ağa. Qad əfləhəl müminun deyir Allah Taala. Fəllah əkinçiyə deyərlər.
ərəblər əkinçiyə deyirlər. O buğdanı ki, böyüdür eləyir, sümbül, toxum eləyir, fidan. Allah istəyirsin ki, qəd əfləhəl müminun, imanla fəlaha yetişə bilərsən. Yəni səndə olan o fəzilət toxumlarını inkişaf elətdirib fidan eləyə bilərsən. O yəni dirçələ bilərsən. Əkinçisən. Əkincisən. Bekara göndərməmişəm səni. Burada iş görürsən sən. Yandırma bağı. Dünya axirətin tarlasıdırsa sən əkincisən. Qəd əfləhə mən zəkkaha. Rəcəb ayı Ramazan təmizdə ki, alaqları təmizdə ki, bu yetişsin. Məhv eləmə. Bu toxum var, amma üstün dəstsaha eləmirsən, üstünü örtmüsən. Qoymursan ki, bir çıxsın, pöhrələnsin, bəhrələnsin. Safalaya qalıb. Daim elə. Əslində bu təkcə dindar olmayanlara aid deyil ki. Dindar olan da, yəni bax, bayaqdan danışırıq. Ümumiyyətlə insana aiddir. İnsana, bayaqdan danışırıq. Rəcəb, Şəban ayları Ramazan ayına bir hazırlıqdır. O adam üçün hazırlıqdır ki, inanır ki, Ramazan ayında mənə nəsə verəcəklər. O adam ki, fikirləşir, vay, aclıq başladı, o da heç, onun hazırlığı, o yorulacaq Ramazan ayı çatanda ki, da 2 ayda tuturam da biraz da. Rəhmətli Məşədi nə deyir? Ləəlləkum təttəqunu. O da hələ bəlkə ya. O da dəqiq dörd deyir, hələ bəlkə olasınız. Rəcəb ayının duasına mən deyirdim, bir nəzər salaq, çox belə. Siz başlayar sonra da. Bir də mən birinci gecəyə bir söz deyim, siz də o duaya girərsiniz. Bir də ələl-xüsus o gecələr ki, gəlir, mən istərdim bir dənə Rəcəb ayının birinci gecənin əməllərini deyim. Elə biləm dinləyirlər, istəyəcək əməl eləsinlər də. Birinci gecənin əməlləri haqqında birinci onu deyim ki, Rəcəb ayının ilk gecəsi qənimət günü deyiblər. Avvalu leylə min Rəcəb. Xüsusi desinən gün var, bir də gecə, Rəcəb gecəsidir ki, oyaq qalıb ibadət eləmək, istiğfar eləmək, Allahdan bağışlanmaq. Yəni sabah Rəcəb ayı girəcəksə bu gecə. Bəli, bu gecə düzdür. Sonra bir dənə də gəlib günü üçün gəlib, Rəcəb ayının birinci günü üçün. Mənzarı Qəbrəl Hüseyn. Əvvələ yevmin min Rəcəb. Kim Rəcəb ayı birinci gün İmam Hüseyni ziyarət eləsə. Sababı var, bağışlanan. Yolun da düyündə buradan da ziyarət eləmək olur. O dələ söz düyündə deyin. Necə olur o? Necə olur o ya? Minimalı budur. Hədislərdə Üzü var. qibliyə. Minimalı budur. Çıxırsan bir açıq səma altında dayanırsan. Əlini qoyursan sinəvə, üzü qibliyə dayanırsan. Bir sağa baxırsan, bir sola baxırsan. Sonra üzü qibliyə deyirsən, Əssalamu aleykə ya Əbu Abdillah. Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu. Bir dənə də mən icazə verin ağanın sözünə deyim ki, sağa sola baxanda İmam Hüseyni yada salırlar ki, tək qalmışdı, sağa baxırdı, sola baxırdı, heç kəsi yox idi. Yəni o sağa sola baxmağın ola bilər başqa açıqlamalar da olsun. Bunu da xatırladır adama. Bunu da xatırladır adama ki, son anda Əli Əsqəri itirəndən sonra da bir sağa baxır, bir sola baxır, daha heç kimi yoxdur. Şairliyi islətdirməlisən. Əhsənt. Deməli, bir dənə də əməl deyim. Bir dənə də sizin bir əməl də deyim. İnşallah Seyyid Ramazan desən Rəcəb ayının duasına toxunmaq istəyir. Çox qəşəng. Əksir fihinnə bir neçə gündən bağlayana hinnə gəlib. Başqa günlər də var. Mən bu günü qeyd eləmişəm. Rəcəb ayında çox et. Nəyi? Əd-dua minəd-dua və salati və tilavətil Qur'an. Biri duadır, biri namazdır, bir də ki, Quran-Kərim tilavət eləmək. Rəcəb ayından başda o gecəni ələl-xüsus deyirlər. Neylə? Dua ilə, salat. El arasında deyirlər. Deyir ki, Noruz bayramında bu il necə başlasan, elə də bir il gedəcək. Rəcəb ayın belə başda ki, elə də geçsin. Buyurun Seyyid, duanız. Ya mən ərcuhu li kulli xeyr. Çox əcib dərin bir şeydir. Ey o Allah ki, hər bir xeyirdə ümidim ancaq sənədir. Hər bir xeyir üçün. Və hər bir xeyir üçün əslində bizə sataşır Allah Teala burada ki, siz elə bilirsiniz ki, sizin dünya xeyirlərinizi mən başa düşmürəm, deyirəm, yox, dünya olmaz, ancaq axirətə gəlir. Hər bir xeyri mən verməsəm, o şər olacaq, o zərər olacaq. Biyədikəl xeyr. Biyədikəl xeyr. Minən kəbtida. Bütün nemətlərin başlanğıcı Allahdandır. Ma min nemət illə mink. Allahdan başlayır hər bir nemət. Ya mən ərcuhu li kulli xeyr. Hər bir xeyrin ümid yeri, pənah yeri, xəzinəsinin qapısı Allah Teala'dır.
Qəşəng. Və amən səxatahu ində kulli şər. Ey o Allah ki, hər bir şərlə qarşılaşanda onun qəzəbindən özümü amanda görürəm, amanda saxlayıram. Yəni ey Allah, hər bir şərrin ən pis cəhəti sənin qəzəbindir. Sənin qəzəbin yoxsa boş şeydir, yəni ki, onda bir xeyri var ki, sən onu vermirsən mənə. Mən adın şər qoyuram. Əsas sənin qəzəbindir ki, İmam Əli əleyhissalam buyurur, Kumel duasında da var, Allah Teala ərz eləyir ki, dünyanın dərdlərinə dözə bilmirik. Ahirətin dərdinə necə dözəcək, əzabına necə dözəcək ki, qəzəbindən doğur. Sən qəzəbindən doğur. Yəni mən, hər kəs məni vursa deyirəm, ay Allah kömək elə. İndi Allah vurursa nə deyəcəm, nə inəyəcəm? Müşkül ondadır. Ağlamalı yeri soradı da. Duanın sonrası. Duanın sonrası. Ya mən ərcuhu li kulli xeyr və amənə səxata öndə kulli şər. Ya mən yu'til kəthirə bil qəlil. Az ibadətə çox savabın. Əslində, burada Allah Teala çox lütf eləyir. Az ibadət nədir? Sən kimsən ki, sənin ibadətindən olsun? Yəni, sənin hər şeyin məndəndirsə, neməti səni sənə mən vermişəm. Neməti sənə mən vermişəm. Uğuru sənə mən verirəm. Mayanı mən verirəm hər sənə. Hər şey mənlidir. İzni də mən verirəm. Bağ mənim, gülistan mənim. Bir də gül qoparıb gətirib mənə təqdim edirsən. Deyirəm, ay maşallah, nə gözəl gül gətirimsən. O ata görsən, o öz bu boyda olasan. Çırpı uşağı. Evə məsələn konfet alıb, uşaq götürüb bir konfeti gətirib verir onun işini. Ay maşallah, aferin sənə, oğlum mən. Allah Teala bila təşbih. Hər şey mənimdir. Amma mən istəyirəm sən məni tanıyasan. Budur. Sən heç nə eləməyə ehtiyac yoxdur. Bir gün bir hədis var ki, yaşda qadın gəlir Həzrəti Peyğəmbərin yanına ağlaya-ağlaya ki, oğlum can istədi, amma çox əziyyət çəkir, can verə bilmir. Peyğəmbər gəlir, çatdırır özünü. Deyirəm, bunların da bəxti gətirib, gör hansı məqama düşüblər. Xoşu adamın halına can üstündə Peyğəmbər gəlir başın üstünə. Peyğəmbər gəlir, görür ki, oğlanın üzündə, gözündə vəhşət var da. Yaxınlaşır ona tərəf, görür, çox çətinliklə can verir. Deyir, çətindir, işin çətindir, oğlan göz işarəsi ilə bildirir ki, çətindir işim. Ona bu duanı deyir ki, sən deyiləm bunun ürəyində. Ya məni yəqbəlül yəsir və yəfu anil kəsir. Əqbəl minnəl yəsir və əfu annəl kəsir. Çoxu qəbul, bizdən azı qəbul eləyib əvəzində çox verən. Qəbul elə bizdən bu azı, vergin ona çox. Elə bu duanı deyən kimi rahatçılığına canınız tapışırır. Allahın bu boyda lütfi gərək insan... Yerini bildir, sadəcə yerini bildir. Bir dənə yerini biləsən ki... Nə gətirəcəksən ki, məndə yoxdur? Ədəbsizlik eləmə də bir dənə. Nə verəcəksən ki, məndə yoxdur? Ya mən yuti mən səələ, istəyənə verən Allah. Ya mən yuti mən ləm yəsəlhu, istəməyənə də verən Allah. Mən ləm yərifhu. Ola betərdir. Kafi tanımıram, mən Allahı qəbul eləmirəm. Allah buyurur ki, verin, ona da verin, bu həyatdan verin, nemətlərdən verin, oyalansın orada, yaşasın. Yəni, başın geriləsin. Sevib yaradıb. Yəni, bir usta, bir sənətkar düzəltdiyi şey sevməsə, onu niyə düzəltsin? Tökün qabağına dünya malın tıxıb geçsin. Allah rəhmət Əzələmdərmə ayrı şey. O ayə də var, Quranda. Fətəməttəh. Vay, çox çətin ayədir. Onun bunun malına göz dikən tamahkarın, tökün qabağına dünya malın tıxıb geçsin. Tıxıb geçsin. Fəsəvfə tə'ləmun. Yeyinisin, görəcəksiniz. Yəni doğrudan da azın müqabilində çox verir də. Sözün əsli mənasında bir azacıq addım atırıq. Allah bir başqa cür davranır. Mən bu haqqda bir dəfə düşünürdüm Seyid. Sonradan bu gün də qeydlərimdə bunu da gətirib yazmışam. Gəldi mövzu çıxdı buralara. Bir Allahın adlarından biri Səttar ilə uyubdur da. Yəni eybi gizlədən Allah. Bir alimlərdən biri izah verdi. Təslim təfsir müəllifi. Dedi, Səttar ona deyənlər ki, örtüb bastırıb da. Məsələn, tutaq ki, amma hələ qalıb. Evə qonaq gələcək.
Abi birdən gəlir, neyiniyim tez zibili divanın altına zadı. Amma oradadır da yenə. Bəli. Bir də var deyir, yox ondan bir pilot o tərəfə də var. Ondan bir pilot tərəfə var ki, o təmizləyib atır bayıra. Təmizləyir, atır bayıra. Qurandan bir ayə deyimsə, innəl həsənat yuzhibnə seyyiat. Aparır aradan pisliyi. Götürür evdən, o beytdən, qəlb evindən Allah Taala çıxardır, atır bayıra. Amma bundan da ötə ayə var. Bu lap belə daim qurban olduğum bilmirsə adam necə davranmaq istəyir. Deyir ki, Allah o Allahdır ki, fəulaikə yubəddilullah seyyiatihim həsənat. Qurban olduğum bir var, zibilə atdı, bildi mi? Söhbət bu deyil, deyir. O seyyiəvi, pisliyi çevirərəm yaxşıya. Zəhər eləyərəm dərman. Başa düşürsən? İmam Sadiq əleyhissalamın səhabət dostu var idi, içəni idi. Rastlaşdı imamla, əlində də şərab şüşəsi. Utanır, Neyim gizlətdi, imam vurdu, nədir əlində ki? Bu da utandı, süd. Dedi, ver biz içim. Xəcalət çəkə-çəkə. Axırı məcbur oldu, söktü stəkanlar, məsələn, nədirsə o. Gördü ki, tamam süddür. Yübəddilullah seyyiatihim həsənat. Seyyiatihim həsənat. Amma o seyyiatihim həsənatın da bir dənə qabağı var. Əvvəli budur ki, Allah Teala buyurur ki, İlla mən tabə. 1. Tövbə edəcəksən. 2. Və əmənə. İman. Çətinləşdirdi. Bir də və əmilə əmələn salih. Biraz daha dinə paraşütü vermirəm. Əmələn salih buna dinlər ki, məsələn bir dönəmdir bu gözünlə harama baxmısan, indi bu gözünlə bax ibrət al hadisələr. İndi bu əməldə hacı mən biraz o biri ayəni deyim çünki bəli. O biri ayə daha həssasdır ki, o insan sözü ilə kiməsə yalançı bir etiqadı, inancı yükləyibsə onu təmizləmək üçün. Böyle illellezine tabu və əsləhu və bəyyənu. Təbyin elə, açıqla. Gəl denən ki, mən düz deməmişəm. Mən tövbə elədim, qurtardı. Xeyr, belə şey yoxdur. Neçə nəfəri zəhərləmisənsə, gərək onlara dərman verəsən, zəhər təmizlənsin. Sosial şəbəkədə abur aparır, o təklikdə üzr istəyir. Ay sağ olun. Sosialda 100 nəfərin içində sancır onu, hamı gülür, sonra gəl gizlində deyir ki, xətirvə dəydir. İndi təb deyə, yəni səninlə danışanda deyir, əşi, o qələt eləyir, o kimdir ki, filan, amma çıxır, tamam başqa cür danışır. Sülh quşuna dönür sonra ki, yox, lazım deyir, yığışdırın bu sonra. Təklikdə məhələ söz demirdin alsan. Sağ ol, yox, çox şişirmə söhbətdir. Və əsləhu və bəyyən. İslah, tövbə şərt tək kifayət deyil. Bir şərt tövbədir. Sonra islahdır. Sonra da bəyandır, açıqlamadır. Hətta o biri ayə də bu hakimdir, ha. Yəni, mən günah eləyirdim, tövbə eləyim, günahlarımı təmizləyim, sonra da açıqlayım ki, yol budur. Biz Seyyid ağa nə yadıma düşdü? Təlhə ilə Zübeyrin hadisəsində Zübeyrə ki, Əmrül-Müminin gəldi deyə vaxt vardı, Peyğəmbər sənə demişdi, belə olacaq. Bəli. Peşman oldu, zahirən çəkildi kənara, amma bəyyənu mərhələsinə yetişmədi ki. Əsləhu da eləmədi, bəyyənu da eləmədi. Gedib qoşunu qaytarmalıydı axı geriyə, gətirmişdi özü ilə. Vurdular da. Əcəl imkan vermədi, vurdular da. Çox belə qəribədir bu hadisədə. Oradan da, ümumiyyətlə, tövbənin özü də, tövbə elə budur da, tövbə sözü ərəb dilindən tərcümədə tabə. Tabə yəni qayıdış, qayıtmaq, qayıdırsan. Qayıtmaq nədir? Çünki öz həqiqətindən uzaqlaşmışdın. Özündən uzaqlaşmışdın. Özvə qayıt. Bizdə də belə söz var da, qayıt. Hacı, amma imamət və vilayət həm necə məzlumdursa, həm necə iksirdirsə, bunlara qayıtmaqla elə bil ki, islah, təbliğ namazı baş verir də. Məsələn, baxırsan o imamlara qayıdan Hürrə baxırsan, nə bilim, Seyyid İsmail Himyəriyə baxırsan və s. və ilə axır. Görürsən ki, bu başqa şeydir də. Mən çox maraqlı gəlir, İmam Hüseyin Sələm gəlir, Ubeydullah ibn Hürrə deyir ki, gəl sən aparım cənnətə, sən çox günah eləmişsən. Gəl sən aparım cənnətə. Bəli. Sözə baxa, yəni ki, Allah... Başqasına da demir, ha. Onda nəsə görürdü, bu potensial görürdü onda. Bədbaxt elə düzünü getmədi də. İşartı var da, o çıxmışdı şübhədən ki, Yezdin qoşununa qarışmıram. Mən qarışmıram bu söhbətə. Heç bağlıcaya tutunacaq bir şey də, o İmam Sadiq əleyhissalama deyirlər, siz bütün insanlara şəfaət verəcəksiniz. Deyir, əlbəttə, sən də insan şəklində sal özü ora. O kateqoriyaya daxil olur. Ümumiyyətlə, burada müşahidə eləmişəm bu, oxuduqların bir tərəfə, o insanlar ki, imamətin hörmətini, ehtiramını saxlayıblar.
görmüşəm nəticədə ki, inanın Allaha Bəli. ki, bir olan Nəticəsi həyatında necə olsa, fayda olub. bəli. Nəsə olub da Allah nəsə verib. İmamət heç kəsə borclu qalmır yəni. Bir Onda- söz- Artıqlaması ilə verir. Artıqlaması. Fəlsəfi asıllaması indi veriliş qurtarır. Yo, danışın. Əli əleyhissalam ki buyurur, mən Allahın məndən böyük ayəsi yoxdur. Allahın məndən böyük nişanəsi Ənə yoxdur. ayatullahul Hə. husn. Və Bundan maraqlı- böyük nə söz istəyir? və maraqlıdır ki, Nəcm surəsində Meyrac ayəsində nə deyir? Linuriyahu min ayatinel kubra. İndi burada mən girmək istəmirəm incə məsələlərə. Bu kişi deyir, məndən böyük ayəsi yoxdur Allah Taalanın. Yəni sən o qapıya yetmirsənsə, ən böyük əlamətə çatmısansa, ən yaxın yoldur da o birilər qaldı. Çox mərhələ keçdin elə birdən-birə. Gəlib ki, çatmısan elm şəhərinin qapısına, birbaşa qapıya çatmısan. Əleyhissalam belə bir söz var Nəhcül Bəlağada deyir ki, ona ki Allah özü haqqı göstərdi, o heç vaxt şəkkə düşməz. Bəli. Da haqqı ki da Allah. Sən oxriyuka fəla tənsa. O necə ki bizim ümmətin adamları ki az yaşayırlar, amma Nuh əleyhissalamın o qövmündən də çox yaşamış kimi. Onlar yaşaya-yaşaya günahda eləyirdilər, savab da. Amma bunlar hər gecədə bir 100 ilin ancaq savabını eləyir, günah Nur üstə nur gəlir. Üstə gəl. Ən sürətli, ən geniş gəmi ilə gedirsən Allaha doğru. Bu da var axı. Bu hələ bir ki 1-ə 100 artırır imtiyazı. Ki insan necə bu şansı əldən buraxsın? Necə Əhl-i Beyt qapısına getməsin? Necə Əhl-i Beytə biganə qalsın? Ögey münasibət bəsləsin. Söz buraya deyir, çörək tutar adamın gözünü. Doğrudan da belə bərəkətin qədrini, neymətin qədrini bilməsən niqmət olar da. Bu boyda Allah sənin üçün şərait yaradır. Amma neyin sayəsində yaradı o şəraiti? Xanım Zəhranın o məzlumluğu, Əli əleyhissalamın o məzlumluğu, İmam Həsənin, İmam Hüseynin o soyqırımı, bu Əhl-i Beytin tökülən qanının sayəsində bu boyda şərait yaradır biz üçün. O ariflərdən biri ağlaya-ağlaya gəlir deyə zərihdən yapışmışdı. Mənə görə dəyməzdi deyir ağa, mənə görə dəyməzdi. Yəni sizin qanınız bizə görə tökülür ki, biz hidayət olaq da deyir. İndi onu o halıdır ya, aşiqanə halıdır ki, o mənə görə dəyməzdi deyirlər. Deməli, bu Əyyam Fatimiyədə hazırlaşanda biraz oxuyub elirdim, yazılar qeyd elirdim. Bir anlıq özümə dedim ki, ilahi, bu dünyanın, nəinki dünyanın, bütün aləmin yükü bu Əhl-i Beytin üzərindədir. Harada baxırsan belə din su altına keçib, bunlar keçib buğa-buğa. Gündüzlərə deyir, yüklesəydim gecəyə çevirlər. Bunu Zəhra xanım deyir də, yəni bunu belə bilsən, adam var elə, görmüşsünüz, hamımız görmüş yalanlar. Həyatı qəşəng keçirir, rifahla keçir. Bir dənədir, yüngülvarı çətinliyə düşən kişi. Sən nələr çəkmişəm deyir mən. Heç kəsə yaxşılıq eləməklə. Nə oldu sən? Allah sənə kömək olsun. Status paylaşır, özü düzür ora statusları. Tapır ruhanilərin də maşallah. Altında yazır ki, ünvanlıdır. Yəni bunu bir adam deyir ki, doğrudan da o baxıram məsumların da sözlərində əleyhissalam deyir. Mən deyir boğazımda deyir. Sümüyü gözümdə tikan. Gözümdə tikan, ilahi nə sözləri. Bundan da böyük sözü, bir dənə sözü var, Nəhcül Bəlağada da deyir ki, deyir, mən süzü ilə, səhabəli bəzilərinə deyir, süzü ilə dərdlərə dərman eləmək istədim. Baxdım, gördüm, siz özünüz dərdsüz. Mən süzü ilə dərdlərə dərman eləmək istədim. Gördüm, siz özünüz elə dərdsüz. Siz özünüz də. Bir dənə də Arif yaxşı söz deyirdi ki, maraqlı deyirdi ki, elə iş görməyək ki, imamı gəlsin desin ki, sən də. Sən də. Bu adətdir, duz vurular yiyənə və o gündən duz özü yiyilənə. Allah. Bəli, duanın yarısında növbəti proqramda inşallah şərhini verərsiniz inşallah ağalar, ustadlar və qarşıda çox gözəl günlər gəlir, anonsunu verək də qeyd edək. Elə bilirəm ki, proqramımızda da xüsusi olaraq toxunacağıq. 13 Rəcəbə Əmirəl-Müminin, Mövləl-Müvəhhidin
İmam Əlinin mövludu olacaq. Həzrət Peyğəmbərin məbəsi var. Bu ayda gözəl bayramlar var. Elə düşünürəm ki, inşallah mövzular da əhatə edər bu bayramları. Allah ömür versin, sağlıq, salamatçılıq olsun. Çox sağ olun ustadlar, var Sağ olun olun. inşallah. Allah salamat Allah olsun. nəsib eləsin. Növbəti verilişdə görüşərik inşallah. Allaha əmanət olun, sağ olun.